Hər kəsə salam. Bu gün sizlər üçün 7-ci sinif kimya sinif testindən 1.4 və 1.5-ci dərslər olan metallar və onların xassələri, qeyri-metallar və onların xassələri allotropiya testinin izahını vermək istəyirəm. Gəlin birinci sualla başlayaq. Deyir, bəzi termometrlərdə civədən istifadə olunması hansı xassəsinə əsaslanır deyir. Biz bilirik ki, bu istidən genişlənməsinə əsaslanır. Bu dərslikdə də bu haqda məlumatlar verilmişdir. İkinciyə baxaq. Elektrik naqilləri əsasən hansı metallardan hazırlanır? Dərsdə də qeyd olunduğuna görə elektrik naqilləri mis və alüminiumdan hazırlanır. Üçün tapşırığa baxaq. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin deyir. Mis və qrafit verilmişdir. Mis metaldır, qrafit isə karbon allotropi şəkil dəyişməsi olan qrafitdir və bu karbon qeyri-metal olmasına baxmayaraq istisnaidir ki, qrafit elektrik keçirdir. Elektrik cərəyanına keçirdir, hərcisinə aiddir. Adi şəraitdə bərk haldadır, hərcisinə aiddir. Plastikdir, metallara aiddir, plastikli xassəsi. Qeyri-metallar isə kövrəkdir, aiddir. Yəni 4-də ikinci uyğun gələcək. Deməli, birinciyə 3, üçüncüyə 1 ilə 2, ikinciyə isə 4. Ona görə D variantı olacaq. Hansı qeyri-metallar adi şəraitdə bərk haldadır deyir. Yod bərk haldadır, qeyri-metaldır. Brom maye haldadır, qeyri-metaldır. Xlor qaz halındadır. Fosfor bərk halında qeyri-metaldır. Kükürt bərk halında qeyri-metaldır. 1, 4, 5 olacaq. Metallarda müxtəlif formada əşyaların hazırlanmasında onların hansı xassəsinə əsaslanır deyir. Bu onların plastikliyinə əsaslanır. Çünki müxtəlif formalı əşyalar hazırlanır. Yəni onlar döyəclənir, yastılanır, müəyyən bir forma verilir və müəyyən əşyalar hazırlanır. Doğru ifadələri müəyyən edin. Metallar qızdırıldıqda genişlənir, soyuduqda isə sıxılır. Bu doğrudur. Kükürdün allotropi şəkil dəyişmələri var. Bəli, doğrudur. Plastik kükürt və kristalik kükürtdə bölünür. Qızıl elektrik cərəyanını keçirmir. Qızıl metaldır və elektrik cərəyanını keçirir. Demək, üçüncü səhv fikirdir. Qırmızı fosfor zəhərlidir. Xeyr, ağ fosfor zəhərlidir. Qırmızı fosfor və qara fosfor zəhərsizdir. Qrafit zəif metal parıltısına malikdir. Bu doğrudur. 1, 2, 5 olacaq. 3 ağ fosfor molekulunda olan atomların sayı ilə 5 ozon molekulunda olan atomların sayıları cəmini tapın. 3 ağ fosfor molekulunda, yəni 3 dənə P4, yəni fosfor, ağ fosfor daha doğrusu. Bu zaman biz necə tapırdıq atom sayını? Buradan 3 dənə olduğuna görə, yəni birində 4 dənə varsa, üçündə də 3'ü vuraram 4'ə, eləyər 12. Deməli, 12 atom var. 5 ozon. Ozon bilirik ki, OH şəklində yazılır. Daha səliqəli yazaq. 5, O3. 5'i burada da 3'ə vururuq. Eləyir 15 atom var. Cəmini hesablayın deyir. 12 ilə də 15'in cəmi eləyəcək 27. Deməli, 27 atommuş. 8-ci suala baxaq. Uyğunluğu müəyyən edin deyir. Almaz, ağ fosfor və kristalik kükürt verilibdir. Bunları uyğunlaşdıracağıq. Böyük bərkliyə və yüksək ərimə temperaturuna malikdir. Bu almazdır. Molekul 4 atomdan ibarətdir. Bu ağ fosforda P4 şəklində yazılır. Bayaqlar demişdim. Zəhərli və sarımsaq ilidir. Ağ fosfora aiddir. Şəffaf rəngsiz maddədir. Bu almaza aiddir. Molekul 8 atomdan ibarətdir. Bu kristalik kükürdə aiddir. Kükürt və fosforun allotropik şəkil dəyişmələrinin adlarını yazın. Kükürdün allotropik şəkil dəyişməsi kristalik kükürt və plastik kükürt. Fosforun allotropik şəkil dəyişməsi isə ağ, qara və qırmızı fosfor.
Adi şəraitdə maye halda olan metalın və elektrik cərəyanı keçirən qeyri-metalın adını yazın. Adi şəraitdə maye halda olan metal. Bilirik ki, bu civədir, istisnaidir və civə hığıcı şəklində yazılır. Bunu da əlavə məlumat olaraq demiş olum. Elektrik cərəyanı keçirən qeyri-metalın adını yazın. Bu da bayaqlar dedik ki, qrafitdir. Bu da karbon alotropu şəkil dəyişməsi olan qrafitdir. Bəli. Belə uşaqlar, bu gün sizlər üçün 1.4 və 1.5-ci dərslərin izahını vermiş oldum. Sağ olun.